Salam hörmətli izləyicilər. Biz bugün uşaqlar arasında geniş yayılmış qıcolmalar barədə danışacağıq. Uşaqlar arasında son zamanlar qıcolmalar daha çox geniş yayılmışdır və valideynləri daha çox narahat edən problemlərdən biridir. Qıcolmalar istənilən yaş qrupları arasında, müxtəlif yaş qrupları arasında yayılır və qıcolmaların yaranma səbəbləri müxtəlifdir. Kəllə beyin travmaları zamanı, uşaqlarda bətindaxili dövrdə analarda olan infeksiyalar nəticəsində, keçirilmiş travmalar nəticəsində, metabolik pozğunluqlar zamanı, eləcə də beyində həcmli proseslər zamanı, beyin şişləri zamanı, kistalar zamanı da meydana gələ bilər. Qıcolmalar əsas faktorlardan biri də qıcolmaların yaranmasına səbəb. Bu zaman beyində sinir hüceyrələrində qısa müddət ərzində qeyri-müntəzəm formada, yəni elektrik boşalmaları baş verir ki, bu zaman uşaqlarda əzəllər dartılmağa başlayır, huşu itir, bədən bərkiyir və uşaqda huşun itməsi baş verir. Qıcolmalar yaranma səbəblərindən biri də onların irsi xarakterdə olmasıdır və əgər valideynlərdə və yaxud da birinci dərəcəli qohumlar arasında qıcolma tutmalar müşahidə olunursa, bu zaman uşaqlarda da qıcolmanın əmələ gəlmə riski çox olur. Əsasən irsi xarakterdə olarsa, bu uşağın ilk illərində, həyatının ilk illərində özünü biruzə verməyə başlayır. Bəzi hallarda isə nadir hallarda gizlin formada qalaraq məktəb yaşlı dövrlərdə özünü göstərir. Qıcolma tutmaları eləcə də ananın deməli bətindaxili dövrdə keçirdiyi müxtəlif infeksiyalar zamanı da dediyimiz kimi ola bilər və metabolik pozğunluqlar zamanı əmələ gəldikdə isə bu zaman uşaqda qanda şəkərin miqdarı birdən-birə aşağı düşdükdə, yəni hipoqlikemiya olarsa, eləcə də natrium-kalium mübadiləsinin pozulması nəticəsində, yəni elektrolit balansının pozulması nəticəsində də yarana bilir. Qıcolmalar eyni zamanda beyində həcmli proseslər olduqda, beyində şiş olduqda, kista olduqda, hidrosefaliya olarsa, bu da qıcolma tutmalarının əmələ gəlməsinə şərait yaradan faktorlar sırasındadır. Qıcolmaların yaranma səbəblərindən eyni zamanda bizim uşaqların keçirdiyi müxtəlif infeksion xəstəliklər ola bilər ki, bu zaman beyin qışaları prosesə cəlb olunur. Məsələn, meningit zamanı, ensefalit zamanı yarana bilər. Yüksək temperatur fonunda, baş ağrı fonunda qıcolmalar meydana gəlir. Ümumiyyətlə, qıcolmaları vaxtında aşkara çıxarmaq lazımdır və uşaqlar arasında ən çox geniş yayılmış qıcolmalar febril qıcolmalardır ki, bu da temperatur fonunda baş verir və normada 6 aydan 5 yaşa qədər uşaqlar arasında febril qıcolmalar müşahidə oluna bilər. Və febril qıcolmalar bəzən yüksək qızdırma fonunda, bəzən isə 37 yarım temperatur olduqda belə müşahidə olunur. Eləcə də uşaqlar arasında geniş yayılmış qıcolma növlərindən biri də absansların olmasıdır. Çox zaman valideynlər və yaxud da məktəbdə müəllimlər absansları uşaqlarda fikir dağınıqlığı kimi qiymətləndirirlər. Bir neçə saniyə ərzində baş verir, uşaq sanki dalma baş verir, bir nöqtəyə göz dirənməsi olur və bir neçə saniyədən sonra uşaq öz hərəkətlərini davam etdirir. Və absans olub olmamasını fikir dağınıqlığından, yəni diferensiasiya etmək üçün mütləq beynin funksional vəziyyətini dəyərləndirmək üçün uşaqlarda biz elektroensefalogramma müayinə metodunu təklif edirik ki, yəni araşdırılsın ki, bu absanslı uşaqlarda və yaxud da fikir dağınıqlığıdır. Eləcə də uşaqlar arasında generalizə olunmuş tonik-klonik qıcolma tutmaları baş verə bilər ki, bu zaman uşaqlarda çox zaman huşsuz vəziyyətdə olur, gözlər bərəlir, bədən bərkiyir və əzəllər yığılmağa başlayır. Bu da bir neçə saniyədən bir neçə dəqiqə ərzinə qədər davam edə bilər və bu tutmalarda çox zaman uşaqlarda beyin travması alır. Eləcə də uşaqlar arasında yayılmış fokal qıcolma tutmalarıdır ki, fokal qıcolma tutmaları zamanı isə bu beynin müəyyən bir nahiyəsində baş verir. Məsələn, gicgah fokal epileptik tutma baş verə bilər ki, bu zaman uşaqda birdən-birə, yəni tutma olmamışdan qabaq hal əhvalın dəyişməsi baş verir. Tez-tez yəni fikirlərini dəyişir, qulaqda səs ola bilər, küy ola bilər və
qarın nahiyəsində aşağıdan yuxarıya doğru qalxan istilik halı müşahidə olunur. Bu halda uşaqda bir neçə saniyəyə qədər davam edə bilər. Ümumiyyətlə qıc olma tutmalarına valideynlərə biz onu tövsiyə edərdik ki, vaxtında düzgün müalicə olunduqda bu yəni uşaqlarda gələcəkdə epilepsiya kimi ağır nevroloji xəstəliyin qarşısına almış oluruq. Və ilk tədbir nə görmək lazımdır? Ümumiyyətlə qıc olma tutması olduqda çalışmaq lazımdır ki, uşağa tam şəkildə rahatlıq vermək lazımdır. Əgər uşağın əynində kip paltar varsa, həmin paltardan azad etmək lazımdır və uşağa ağız boşluğuna əlavə müdaxilə, hər hansı bir məsələn qaşıq və yaxud da əldən istifadə eləmək, nədənsə istifadə etmək qətiyyən olmaz və eləcə də peroral yolla hansısa dərmanların qəbulunu yol verilməzdir. Və ondan sonra isə nevropatoloqa müraciət etmək lazımdır. Eləcə də uşaqlarda yəni qıc olma tutmalarının qarşısını almaq məqsədi ilə mütləq elektroensefalogramma müayinə metodundan və beynin MRT müayinəsindən biz istifadə edirik ki, qıc olmaların hansı xarakterdə olmasını, yəni etiologiyasını tam dəqiqləşdirməkdən ötürü və qıc olmalı uşaqlara məsləhət görərdik ki, birinci növbədə qidalanma rejimi düzgün olsun, istirahətlərinə yetərli qədər vaxt ayırsınlar, yəni vaxtında yuxu rejimi normal olmalıdır, qidalanma rejimi normal olunmalıdır və əlavə infeksiyalardan qorunmalıdırlar və vaxtında düzgün aparılan müalicə və müəyyən tədbirlərin vaxtında görülməsi gələcəkdə ağırlaşmaların qarşısını almış olacaq.